Cəsur Yeni Dünya romanı ilə tanıdığımız Aldous Huxley həmçində mistik və psixotrop maddə istifadəçisi idi. 1950-ci illərdə Gerald Hardy ilə tanışlığından sonra qədim Vedantra təliminə maraq duymağa başladı. Həyatının sonrakı dönəmlərində bir çox mistik təlimləri araşdırdı və paranoid fəlsəfənin önəmli dəstəkçisinə çevrildi. Həmçinin 1953-cü ildən sonra psixotrop maddələrin qəbuluna başlamışdı və bunu mistik təlimlərinin bir parçası olaraq görürdü. Odur ki, bütün bu təcrübələrinin nəticəsi olaraq Algı Qapıları adlı kitabı nəşr etdirdi. Hətta ölüm ayağındaykən yoldaşı Laura Huxley'dən bədəninə LSD maddəsini injeksiya etməyini istədi. Bu sayədə ölümün özünü də son bir mistik təcrübəyə çevirməyə çalışdı. Onun fəlsəfi təlimlərinin və fəlsəfi inanc sisteminin təməlini öyrənməyimiz üçün təbii ki, yazmış olduğu Qədim Fəlsəfə adlı bu kitaba müraciət etməliyik. Bu kitabda onun ömrü boyunca apardığı fəlsəfi araşdırmaların və mistik təlimlərin nəticələrini görürük. Bu kitabında o, Buddadan tutmuş Qazaliyə, hətta Mövlana Cəlaləddin Rumiyə qədər bir çox daxili aydınlanma filosoflarının təlimlərindən dəstək alaraq nəticədə bu kitabı ərsəyə gətirmişdi.